Təbrik eləyirəm, oğuz oldun. Kazım bəy kimdir? Mən. Təbrik eləyirəm, sizin oğlunuz oldu. Çox sağ olun. Amma Nə amma? Down sindromudur. Kazım, ne olar? Yalvarıram sənə, başa düş. Nəyi başa düşməliyimi? Vaxtında deyərdin gedib abort elətdirərdi də. Mən bir də uşağım olmayacaq. Nə uşaq? Uşaqdır bu. Sən buna uşaq deyirsən. Kazım. Sən görmürsən biz özümüzü zorla dolandırırıq. Bu xəstə uşağa necə baxacağıq? Bu down, get down. Buna gərək ömür boyu qulluq eləyəsən, qayğısında qalasan. Allah'tan qorx, necə dilin gəlir elə deməyə. Bizim uşağımız da axı bu. Oh, mənim eşrəyim deyil. Sən dəlib ondan üz. Ondan nə sənə, nə mənə uşaq olmayacaq. Kazım. Rəddili geçsin onu. Dedim ki, rəddili geçsin onu. Ölərəm. Ölərəm ama qoymaram onu əldə etsən. Hə? Yaxşı. Eləmə, nə olur? Kazım, 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 eləmə, Kazım. Kazım, polisə gəlməyəcəm. Ala, sən gələ. Çəkil görəyim. Ha şöylem yavaş olun da. Allah Allah, qabaqdan gəlmişdi eləmə.
Sizden üşüp. Ay çox. Şimdi ay çox sağ ol. Sonra danışarıq. Gözlə bir dəqiqə gözlə. Gözlə mən sənə versən. Buyur. Sağ olun. Mənim sənə daha sözüm yoxdur Fərid. Fəriz bu azdır. Git polisə də sat məni. Sana demiştim ki oğulluk ölmek olmaz. Yaxşı insan ol. Hə, yaxşılıq elə mənə qalıb. Belə getsə biz anamızın yanına xaricə gedə bilməyəcəyik. İstəmirsən anamızı görək? İstəyirəm. Amma oğulluk bununla yok. Ana. Hə. Bəs deyirsən oğurluq pulla yox. Və bu nədir? O adam verdi. Al. Gidip bu dadana. Yaxşı. Gedək dəniz qırağında paylayaq. Keç bax. Bax, tullasan məndən küs. Tamam, buyurun. Tamam, buyurun. Al. Çox sağ ol. Çox sağ ol, çox sağ ol. Hala, mən də belə paylayıram da, məndən niyə götürmürlər bunu? Fərid, mən gedim bunları maşınlara qoyum, gəlirəm. Burada mənim əsəblərim pozulur. Ha yaxşı get. Getdik restorana bax, gör oradadır. Hə. Orada olsa xəbər elə, xahiş edirəm, yaxşı? Hey! Neyinirsən? Uzaq odur maşından. Hə, yedim maşın bu. Nə dedin sən? Hə, eşitdiyi. Götür zil-zibli bir rədd ol buradan. Ağzının danışığını belə, hə? Bəxtin gətirdi, yoxsa başı boyuna çağırırım səni. Hə, Şahmur əmi. Narahat olmayın, axtarıram. Salam. Mənə bir dənə də bundan gətir də. İçmisənsən. Hə, İçki. Ziyandır. gözdə sənə pul verim. Hayda. Baktı. Kömeli. Yaman. Ege baktı. Kömeli. Ne olur Fərid? Ne olur? Yıkıldı. Kömeli. Bırakma. Hayda. Nama baktı. Yaman. Çıksa gitme. Tazeyi çıxartdım. Nəfəs dağılır. İndi öləcəyi qalır üstümdə.
Ayakta. Necə oyadım? Nefes ver. Nefes ver. Fəridə elə eləmə, dey becər göstərsən. Ağa bilmeyeceğim. Neyinirsən? Yaman. Düz. Ayıldı. Hiss elədim. Sənin yaxşılığın mən lazımdır. Mən cəhənnəm olsun, batsın da. Selam. Надо довольно прикольно, надо. Utanıram. Siz mənə kömək elədiniz, mən də. Heç nəyə yaranmırsan, ayan. Niye? İkirdin. Olup ölürdün. Ziyandır. Sevmədiyin adama ərə getməkdənsə elə ölmək yaxşıdır. Siz də niyə mənə kömək elədiniz? Qoyardınız elə boğulub ölərdim də. Sen de sevgine git. Var ki, ola ki gedəsən də. Atamın başını elə doldurub ki, məni bacısı oğluna həriləyib. O da düzəməlli adam deyil. Amma atam da bunu başa düşə bilmir. Sonra. Sonra da ki... Şimdi neyse gör oturup uşağa nə danışıram. Qolba... Suya düşdü 100%. Bunlara bax, mən orada ölürəm soyuqdan, bunlar çay içirlər burada. Qurudum, mən Fərid, qurudum. Hardasan səhərdən? Dur, gedək. Mən sizdən çox üzr istəyirəm. Siz mənə kömək elədiniz, mən də siz... Sən bir dəqiqə deyən, onsuz da səbəbindən partlayıram. Dur, gedək. Bu nə danışıqdır? Öküz də elə bil. Hə, düz deyirsən, mən öküzəm. Axmaqlıq məndədir ki, mən sənə kömək elədim, Yusuf boğulub ölürdün. Hər şey sənə görə oldu. Xilas elə, xilas elə. Al, dey, medal astı boynumdan. Belə minnətlə kömək eləmək mənə lazım deyildi. Sən mənə öyrədəcəksən? Hə, sənə öyrədəcəm. Öyrət görüm hələ. Nə danışırsan, sən? Yaptım. Nə tapdın? Oturun, her şey konuşacağım. Ha. Bakıştın. Ha. Sana bakıştın. Hə. Ne geldi? Allah, super. Oradan. Hə, belə plan olmamışdı. Fıskırıq, partlayış. Hə, mən də razıyam. Amma mən razı deyiləm. Başımız qaçıb sizin, plan qururlar mənə üçün. Tanımadığımız, bilmədiyimiz yoldan keçən biri üçün. Kimə deyirsən, nə yoldan keçər? Sənə. Elə bir uşaqdırlar, plan zad qururlar. Hələ buna bax. Mən razıyam. Mən razı deyiləm. 5 saat oturmuşam, burada 5 qəpik xeyrim yoxdur. Razılaşsan pul da verərəm. Mənə sənə pulun lazım deyil. 10.000. Manat yoxsa dollar? Manat. 10.000 çoktu. Sən bir dəqiqə deyən, anamızı görmək istəmirsən, bilet, zat. Bax, sənə görə işdən çıxıram. Burada seni ondan işten çıkardım. Deyən də 2 dəqiqə. Behi görüm. Kartı ver göndərim. Neyi? Nəysə, aydındır. Gedək bizə, mən evdə verərəm. Amma qardaşım da bizlə gedir.
Olar amma bu üst başla yox. Nə olub ki? Gedib mən başa salacağam necə. Ha, niyə sənin maşının olur? Bu qara. Sən bu şəraitlə özü öldürmək istəyirsənsə, biz çoxdan ölmüşük. Ha, sarı ver. Niyə? Hələ bir içkilisən. Tez elə ver. Sürə bilirsən? Süre biri. Kaka öğrenip. Tez elə ver. Biz bax gör oradan nə paltar var. Ay uşaq, səni kim buraxıb bura? Ön gelmişim. Selam aleyküm. Aleyküm salam. Toxunma da köynəyə, zəhmət olmasa bulaşır. Alo, nə olub? Baxır da paltarlara, yemir ki. Siz kimsiniz ki? Qardaşıyam, sonra. Mağazin tərk edin, zəhmət olmasa. Tərk eləmirik. Nə olub burada? Heç bir şey, Ayan xanım, bir dəqiqə çıxardıram bunları. Onlar mənləndirlər. Bunlar? Hə, nəsə problem var? Xeyr. Seçdin nəsə? Ha ben seçtim. Mən də sənin üçün orada baxıram. Eşitsən mən, ağıllı ol. Belə eləmə ki, səni buradan işdən çıxartdırım. Davay. Haddini bil. Gel. Gəl. Neçənci mərtəbədə qalırsınız? Necə neçənci mərtəbədə evimizdir. Ya sənin başın xarabdır, ya da ki, başqa variant yoxdur, ya sənin başın xarabdır. Abi, belə evdə yaşayan ölmək istəyər, Gəl. Bizim ev var, ha. Bax, o burada bitir. Fərid, ayaqqabılarını çıxart. Niyə çıxartmayım, lazım deyil, gəl. Qoluma gir. Ayan. Neçə saatlardasan? Zəhlərimə də cavab vermirsən. Düşünmürsən ki, atan narahatdır. Narahat? Mənə görə? Nə vaxtdan? Ayan, bu nədir? İçkilisən, ha? Ha? Onda deyəsən spirtin təsiri gedib gəlir. Rəşadın xəbəri var ki, sən gəlib evə çıxmısan, ha? Yazıq səhərdən səni axtarır. Mən Rəşadı sevmirəm. Bağışla məni ata, amma mən başqasını sevirəm. Sən özündə deyilsən. Özgə adamların yanında bu nə danışırsan? Siz də çox sağ olun, təşəkkür edirəm. Əziyyət çəkdiniz, qızımı evə gətirdiniz. Yo, niyə özgə? Bu Ramaldır. Bu da onun qardaşı Fərid. Bu arada Ramal mənim sevdiyim oğlandır. Ya Allah, başladıq. Kızım, sen git yüzünü yıka.
Ata, Get dedim. Ayağın, kızım hardaydın? Niye telefonlara cevap vermirdin? Səhərdən sənə görə narahatığı. Şükür Allah'a ki sağ salamatsan. Neyse olub. Ürəyim çəkildi bir söz denəndə ay baba. Uzun məsələdə danışarıq Leyla xala. Sən çay qoy da qonaqlarımız var. Ayan, Ramalı sevin. Fərid bilir, təkrarlamasan yaxşı olar. Ayhan senin hakkında niye bana hiç ne demeyip? Nə bilim vallahi, yəqin ürəklənməyib də. Həm də ki bu Rəşad söhbətindən sonra işdi, zəng elədi mənə ki, gəl apar məni evə. Amma maşında da mən ona içdiyinə görə bəlkə də anlamışam, narahat olmayın. tapıldı. Ha, narahat olma. Şükür Allah'a axır ki tapıldı. Bəs burada niyə oturmuşsunuz? Durun da işlər tökülüb qalıb, Güllər qurudu, Nə güllər, nə iş? Bağdakı güllər də. Vefa. Ayhan tapılı be, bağban yok. Ayan itmişdi ki. Ha, etmişti. Ayan deyil evdə. Şahmar, bunlar bağban deyil. Yok. Bəs kimdir ki? Ayhan'ın sevdiği oğlan. Necə yəni? Tanış ol, Vəfa xanım, analığımdır. Salam, hoş gəlmişsin. Liz, çox sağ ol. Leyli. Leyli. Çox sağ ol. Gedə bilərsən. Nə olub Leyli? Yaxşısan? Bilməm, belə bir deyirəm ki, bir deyirəm. Nə olub da? Orada içeride bir uşaq var. Orada içeride bir uşaq var. Down sendromludur. Ayam, bu nə öz başlalıqdır? Biz cəmaata söz vermişik. Sən kiməsə söz verə bilərsən, mən heç kimə söz verməmişəm. Bunun danışığına baxıyor məndən cəmaatın arasında. Bu nə danışıqdır məndən danışırsan? Şahmar bir sözdür də. Ayhan, Vefa düz deyir. Böyle bir şey vardı. Bize niye demirdin? Mən Vəfaya demişdim. Sən mənə nə demişdin? Allah haqqı, Şahmar mənə deməyib sevdiyim oğlan var. Güya desəydim sənə qib atama deyəcəkdin də, hə? Ay qız, əlbəttə deyəcəkdim. Allaha and olsun, Şahmar gəlib deyəcəkdim sənə. Bir dəqiqə yanındayım. Mən əsəbimdən bu dəqiqə partlayıram. Annem, haklıyım. Tuvalete gitmiştim. Kamil, yolu göster. Geç. Gözde. Buradaki işte
işləmir. Gəl sən yuxarıdakını aparım. Ata, sən üçün mənim xoşbəxtliyim vacibdir, yoxsa kiməsə verdiyin söz? Bu da gəldi. Rəşad gəldi. Xala sənin bu oyva qurban olar. De, başa salın. Özünüz deyin. Bu qədər dar olmadı dünya. Başa düşmədim. Nəyə başa salsınlar? Rəşad tanış ol. Ayanın sevdiyi oğlan. Kamil! 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 Hakladım. Hakladım. İstədiyim oğlan nə dayan? Xala bir söz dedi, ha? Əmi, bu nə danışır sənin yanında? Rəşad, sakit ol, içkilidir. Necə sakit olum? Kimsən, hə sən? Yaxşı ama. Allergiyadır, məndə olur, belə qaşınıram. Bir dəqiqə dayan sən. Sən nəsə tanış gəlirsən mənə. Yox, səhv eləyirsən, ola bilməz. Demirəm sevgilimdir. Yəqin mənim yanımda görmüsən. Ay Allah, təzyiqim düşdü. Rəşad, bura uşaq bağçası deyil. Get, sonra danışarıq. Qurban olasan Şahman əmiyə. Səndən hələ danışacağıq. Nə olub sənə? Bukleti paylayanda dalaşmışıq. Siz nə fıçıldaşırsınız orada? Qardaşım ləngidir, gedim görüm harada qaldı. Fərid! Fərid! Ay Fərid! 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 Ayan! Qurbanım sənə, oyan Fərid, nə oldu sənə? Fərid! Gözüm aç, xahiş edirəm, Fərid! Mənə bax, Fərid, mənə bax, xahiş edirəm. Fərid! Deyirsən, pləkandan yıxılıb. Fərid! Həkim çağırın da, həkim. Çağırın da. Kamil həkim, inan vurmasın. Necə oldu yıxıldın Fərid? Ayağım sürüşdü. Canım sən. Yaxşı, aydındır. Qaldırın. Aparaq otağa. Yavaş, yavaş. Qalx, yavaş. Necəsən? Yaxşı, benim ağrım. Yaxşı, gedək. Ehtiyatla düş. Yavaş, yavaş. Dəqiq həkim lazım deyil. Yo. Yakın değil. Yaxşıyam, biraz ağrıram. Bəli. Bağban, nə bağban? Bağbanın yeri deyil. Necə yəni bağban lazım deyil? Güllər qurudu ye. Vəfa. Güllərə mən axacam. Sən deyirsən, bək deyimsən, nə danışdığını bilmirsən. Fikir verməyin ona. Yaxşısansa gedək. Yo, yaxşı deyiləm, ağrıram. Ata bəlkə buraxmayaq. Ağrılar da var. Qalsın biz baxaq da. Hə, yox qalsın. Bura yataqxanadır axı. Qoy qalsın. Əgər yaxşı olmasa həkim çağırır. Olsa da ki, sabah qardaşı gəlib aparır.
Fərid, sən deyəsən bir bək deyim sənə. Bağban nədir? Sən nə bilirsən gül nədir, ağac nədir? Bu nə güldür? Ha bu kıyın. Bəs bu? O da kızı güldü, o da kızı güldü. Fərid, otağın hazırdır. Gedək qalacağın otağı göstərim. Tamam. Sabah birinci gündü. Ya nə olsun? Ana benim mektup gönderecek. Yaxşı, getirərəm. Gedək otağı göstərim. Bağban məsələsi hardan çıxdı? Sənin planındır? Nədir sizin planınız olur, mənim yox? Yox, qalıb nəsə danışar, ondan narahatam. Sən narahat olma. Amma mən narahatam. Behi hələ də verməmsən. Sabah gələrsən, verərəm. Həm də görsünlər ki, dalımca gəlib geyirsən. Biz özümüz məsələni bugün bilmişik Nuriye. Nuriye əsəbləşmə. Bir dəqiqə mənə... Ay, Nuriye, mən nə bilim, mən hardan bilim? Mən neyniyim axı? Nuriye, mənə qulaq az bir dəqiqə. Alo. Bunu istəyirdiniz, hə? Bunu istəyirdiniz? Məni bacımla düşmən eləmək istəyirdiniz? Çatdınız arzunuza, çatdınız. Nuriye telefonu üzmə söndürdü. Şahmar, eşitmirsən məni? Bir kəlmə sözdür də mənə. Mən səni başa düşə bilmirəm də. Mat-məətəl qalmışam sənə. Bir kəlmə deyib qızını susturmadın. Şahmar içib gəlmişdi evə. Ay qurban olum, hələ o yanında gələnləri demirəm. Hələ bu azmış kimi. O xəstə uşağı da gətirib soxdun evimizin içinə. Şahmar tanımırıq, bilmirik. Bəlkə əsəbidir, aqressivdir. Birdən Kamilə bir şey eləyər. Vəfa, sən bilirsən məni o uşağı burada niyə saxladın? Niyə? Çünki pilləkəndən onu Kamil yıxmışdı. Görmədin, rəngi qaçmışdı. Oradan da göz qaş eləyirdi ki, uşaq deməsin. İndi get, oğlunla söhbət elə, danış. Bir dənə elə o qalmışdı. Ona buna görə mən oğluma heç də deyə bilmərəm. Bir də ki, məsələ bu deyil. Məsələ odur ki, bacım mənəm düşmən olacaq. Şahmar, bilirsən nə var? Mən sənin qızına görə bacımdan keçə bilmərəm. Mən də sənin bacına görə qızımdan keçə bilmərəm. Burada qalacaqsan. Ha. Xoşuma gəldi. Ha. Ramal sənin nəyindi? Qardaşımdır. Doğma. Əli. Ne oldu? Niye öylesin? Hiç. Benim de senin gibi güzel bir balam vardı.
Indi hardadır? Bilmirəm. Bilmirəm, hardadır bilmirəm. Onu itirdiyim gündən bugüne kadar her yerde gəzirəm. Her yerde, her yerde. Ama hələ də tapa bilmirəm. Belki orada aktarım. Bilmirəm. Belki de. Ama ben balamı qoxlayabilmədim. Qucaqlayabilmədim. Yanında olabilmədim. Neyse. Sana bir şey lazım olsa birinci mənə deyərsən. Yaxşı. Yaxşı. Gündüz gitti, gece geldi, görmedi. Rahat ol, neden böyle yüreğim? Gah darığı, gah sevinir. Sinemde bülbül kimi dile gelir yüreğim. Gah darığı, gah sevinir. Sinemde bülbül kimi dile gelir yüreğim. Dile gelir yüreğim. Bulut öttü, ay dolandı otaqda. Gül yarpaqlar pıçıldayır budaqda. Aziz oğlum, seni çok seviyorum. Çalış ki kardeşinin sözünden çıkma. Her zaman kardeşinin yanında ol. Sizin üçün çok harikayım. Eve geldiniz günü yükleyirəm. Özünə yaxşı baxın. Səni sevirəm, ana. Ayda su, yoktu su. Ayda, yoktu su. Ay bala, nə gedib gəlirsən? Bayaqdan baxıram elə gedirsən o başa, gic toyuq kimi gəlirsən bu başa. Gedirsən o başa, gəlirsən bu başa. Sula da. Su gəlmir axı. Aa, su gəlmir, su gəlmir. Özdə daha yaxşısan. Qardaşın nə gəlsin aparsın təni. Ay. Salam. Əleyküm salam.
Ay qız, bu nə bilir gül nədir, bağ nədir, bağ sulamaq nədir? Xəstə adamı gətirib soxmusunuz evin içinə. Bir də ki, daha yaxşıdır. Qardaşına zəng elə gəlsin, götürsün, rədd olsunlar. Fərid, sən Vəfaya fikir vermə, yaxşı? Əgər ağrıyırsansa git uzan dincəl. Ya da istəyirsənsə Ramala deyim səni aparsın evə. Etməyəm, yox. Mənim o kanım var. Rahatdır. Bax da necə istəyirsən. Necə gedirsən? Əla gedir. Nə fərqdir qatdın bu işə? Mən qatdım Fəridi bu işə. Elə bil Fərid bizi bu işə qatıb. Necə hiss edirsən özünü? Əla. Gedək. Getməyəm, yox. Mən ağrıyam. Sən bilsən nəsən? Sən də bilsən nəsən? Məktubları gətirmişsən. Getirmişəm. İnşallah. Bəs sən belə getirmişsən? Çıx çöləm. Sabahınız xeyir, xala. Xala anondur. Qoluma gir, qoluma gir. İncimişəm səndən Şahmar. Mən səni başa düşürəm. Bəs onda buna hərəkət edirsən? Bu mənim yox. Qızımın seçimi. Şahmar əmi, biz o adamı tanımırıq, haqqında heç nə bilmirik. Bəlkə Allah dayanı. Özdə mən onu haradasa görmüşəm, yadıma sala bilmirəm. Məncə onu ayağın yox, pul maraqlandırır. İstəyirsən adamı tutum, it balası kimi döydürüm, bir də yaxın gəlməsin ayağına. Rəşad, döydürməkdən quldursadıq biz. Bağışla əmi. Dünən olanlardan sonra... Sən narahat olma. Mən onun haqqında hər şey öyrənəcəm. Ayam mənim sözdümdür. Mən də imkan vermərəm ki, o cür saf qızın adına söz çıxartsın. Xahiş ederim, icazə ver. Yaxşı. Amma ayağını bu işə qatma. Yaxşı. Peşman olmayacaqsan. Sənin fikrin çox arıqmışam. Qardaşının sözündən çıxma. Kömək ol. O, sənin yanıma gətirəcək. Öpürəm səni. Anan yazıb məktubu. Bəli. Hamısını saxlamışam. Onun yanına gedəcəm. Çoxdan görmürsən ananı. Heç vaxt görməmişəm. Heç görməmisən? Yox. Çay nəyinə gətirim? Mürəbbə, şokolad, ya başqa nəsə lazımdır? Hə? Elə bir bekarsız, işlər tökülüb qalıb. İşin dağınca, tez. Sən nə insan burada? Oxuyam burada. Bura bax. Səni gözüm heç tutmadı. Ona görə də gözüm üstündədir. Bircə dənə səhv eləsən, səni ataram buradan bayıra. Eşitdin? Üzr istəyirəm.
Alo. Hardadılar? Yer at mənə gəldim. Bin manatdır. Saya bilərsən. Düzdür. Qalanını da iş bitəndən sonra verəcəm. Yaxşı. Vaxt tutalım ki, bu iş alındı. Ason sənə mənə verdi. Əvvəl-axır bu işin üstəsi olacaq. Onda necə olacaq? Onda mən buradan uzaqda, Türkiyədə olacaq. Başa düşmədim. Onda elə çıxır ki, mən ortalıqda qalıram. Öyle şey yoxdur. Söhbətin üstəsi olsa mən hər şeyi danışacağım. Ya da ki, əlavə 5000. Başın xarab olub. Zarafat edirəm. Yəqin sən də pulu götürüb anavın yanına gedərsən də, hə? Nə oldu? Mən doğulanda anam dünyasını dəyişib. Bağışla bilmirdim. Amma sən o gün dedin axı... Fərid mənim qardaşım deyil. Necəyən qardaşım deyil? Qardaşım deyil. Hə, onda yəqin Fəridin anasının yanına gedəcəksiniz. Fərid təzə doğulmuşdu. Onu atmışdılar. Mən atamla onu kişidən tapmışam. Bir müddət sonra atam vəfat elədi. Bizi də verdilər uşaq evinə. Oradan çıxandan sonra Fəridə mən baxdım. Bir dəfə küçədə kimsə ona demişdi ki, siz yetimsiz. O da ağlaya-ağlaya gəlib mənim yanıma dedi ki, bizim anamız yoxdur. Həmin an elə bildim ki, onun ürəyi partlayacaq. Qərara gəldim ki, yalan danışım. Anamızın adından ona məktub yazdım. O gündən bəri hər ay anamızın adından ona məktub yazırım. Çünki o sına qovuşmaq onun ən böyük arzusudur. Söz tapıram deməyə. Nə qədər kobud olsan da, sən demək bir o qədər gözəl ürəyin var. Sən ol mənim ölgünüm, naz etməsən ay günüm, sənsiz olmaz bir günüm, ay mənim canım gözüm.
Ayda. Ne diyeyim? Aa diyeceksin ki sen bu gülleri kırmışsın. Yok ben kırmadım aşkım. Ana. Ne diye Ayda? Yiyeceğim. Bu günləri uşaqlar evində bir yerdə böyüdüyüm dəyərli dostum buradadır. Onu da salamlayıram. Tanıyır səni? Uşaq evində bir yerdə böyümüşük. Və uşaqlıqdan mənə çox dəstək olub. Həm də onun çox gözəl bir səsi var. İstərdim sizlərin alqışları ilə Ramalı dəvət edeyim səhnəmizə. Yox, heç yox. Ramal, buyur. Yox. Oxuya bilirsən sən? Şişirdir də. Oxu da nə olar, xahiş edirəm. Mənə girəm. Alqışlar gəlsin Ramal üçün və səhnəmizə dəvət edəyək. Yağışda yağır hələ bu sənsiz küçələrə. Dözürəm bilə-bilə sənsiz açan səhərə. Yarpaqlar pıçıldayır küləyin nəfəsindən. Ürəyim sızıldayır gecənin səsindən. Sevgilinizin qəşəng səsi var. Darıxdım, darıxıram yenə sənsiz bu axşam. Nə olub axı, ay Kamil? Hara sürüyürsən məni, nə olub? De görürüm. Gel de derim. Nə olub da? Nə olub? O gülleri de Heç nə olmuş. almışlar. Hər şey yerindədir, hər şey qaydasındadır, güllər də yerindədir. Nə özündən oqqa çıxardırsan, gün vurub səni, gəl gedə içəri. Nə qədər işin var, gör məni sürüyür, gətirir, nə üçün? Keç görüm, keç evə. Darıxdım, darıxıram yenə sənsiz bu axşam. O sənli dünyada sənsiz. Qalx gedirik. Əlimi çək. Gəl deyirəm sənə. Əlimi çək. Gəl. Əlvi çək qızdan sənə dedim. Dayan ama. Dayan. Sən məni buna dəyişmisən? Vəhşin birinə? Qızımın danışığını bil. Dayan dedim. Vəhşi sənsən, gör qolumu nə günə qoydun? Səni bir də sevgilimin yanında görməyeyim. Gəl ama. Bir bizə çay sürdü. Fərid də qərar etdi ki, Ramal birini sevir. Bir də baxır bizə ki, biz nə danışırıq. Sonra da özü başladı gülməyə. Bəlkə də bir saat onu özünə gətirmişəm. Bax belə. Çox sağ ol bugün üçün. Salam, necəsən? Salam. Nədir? Əla göstərmişsin. Çox sağ ol. Xəbər bizdən qabaq çatıb. Rəşad niyə vurmuşsan, hə? Vurmuşam, peşman da deyiləm. Ayağına köbütlük elədi, mən də vurdum onu. Nə boş-boş danışırsan? Düz deyir, qolum hələ də ağrıyır. Yaxşı, mən getdim. Dayanamam. Bizlə şam yeməyinə gələrsən? Mən də gəlim, öpüyorum mən də. Gəl, sən də gəl. Məndən qabaqda get. Ağın, həm demişəm. Gördüm Fərid. Yaxşı təmizləmisən. Əvvəlki bağbanlar belə təmizləyə bilmirdilər.
Nuş olsun. Çok sağ ol. Çok sağ olun. Şahmar Rəşadı. Ah. Deyirəm, yaxşıdır. Mənim bacım oğlunu döysün, sən də gətir oturtur masanın başında. Salam. Sən də buradasan. Hə, bəy. Əla, əla. Tam yerindəsən. Şahmar deyirəm, belə elə də. Leylini də çağır, masa tam olsun. Çağıram da. Leyli. Ay Leyli. Bura gel. Bəli. Keç xahiş eyləmə əyləş. Əyləş, əyləş. Mənim acığımı eləyirsən? Yox. Amma sən mənə söz çatdıranda tam çatdır. Rəşad mənim qızıma əl qaldırıb. Onu denən ki, bir də mənim qabağıma çıxmasın, kəsərəm. Eşitdin? Hə. Deyirəm, Ramal, bəlkə biz bu evliliyi tezləşdirək, hə? Ula, alındım. Nə deyirsən, Ramal? Siz necə məsləhət bilirsiniz, elə də olsun. Aha. De görüm, sənin valideynlərin hansı ölkədə yaşayır? Yox, sən narahat olma, ha. Əgər maddi sıxıntın varsa, mən hər şeyi həll eləyəcəm. Ramal, anam gələcək. Siz narahat olmayın, mən deyərəm gələrlər. Bu lap ağ oldu ye. Bunlar yaxşı övlad olsaydılar, valideynləri başlı-başına atıb qaçmazdı da bunları. Vəfa? Nə vəfa, düz demirəm? Ya da özləri nə aparardılar da? Sən qızını bunlara etibar eləmək istəyirsən? Bunlar heç özlərini saxlaya bilmirlər. Sənin qızını necə saxlayacaqlar? Anamın izi sevir. İyice onu sevir. Sen pis anasan. Sizə nuş olsun. Ramal. Bağışla. Sən niyə bağışla deyirsən? Ramal, Ayan evlenecek. Bircə istəyirəm bu iş alınsın, sənin də canı qutarsın bunlardan, mənim də. Anam izi sevmeyeyim. Onu gidip ana düz değil. Yox, Fərid. Düz demir. Anamız bizi çox sevir. Ne olar gitme de biraz da kal. Niye öyle baksan bana? Daha uzatma. Ver bura telefonu. Senle buna göre görüşmüsən məndən? Aygüz ürəyin partladı, ver bura. Ne inirsən axı onu? Nə gündədir o? Reşat, bilirsən axı, mən səni çox sevirəm. Nigar, nə gic-gic danışırsan? Sevgi yox bir. Uzatma, ver bura.
El oldu. Vermirəm. Telefonu ver bura. Rəşad telefonumu ver. Sən bu telefon dediyin var ha. Bunu da onun atasının pulu ilə almışam. Sən də boş-boş danışırsan. Ver telefonumu dedim. Dedim əlini çək. Aç qarnına sevgi olmur. Hanım benim? İhtiblarım hanım. İhtiblarım en benim. Vermeyeceğim. Eve gelsen. Vermeyeceğim. Eve gelsen. Vermeyeceğim. 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 Eve gelsen. Eve gelsen. Vermeyeceğim. Eve gelsen. Bırak. Eve gelsen bırak. 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 Kömeliye, kömeliye, kömeliye. Kömeliye, kömeliye, kömeliye. Evet, kömeliye. Kamil! Kamil, Kamil. Kamil, yolu göz var. Kamil, gel! Çekil uşağımın yanına, çekil görüm. Neynəm sən uşağıma Kamil? Kamil! Ne oldu sana? Kamil, nə olub sənə? Kalk, Kamil, kalk. Kalk. Neynəm sən uşağıma? Neynədi sənə Kamil? Her şey yaxşı olacak. Her şey. Harası yaxşı olacaq? Görmüsən öldürürdü uşağımı? Gidelim. Her şey yaxşı olacak oğlum. Gidelim. Ana o beni. Diyan görün bir dəqiqə. Sən öləsən, mənim uşağıma bir şey ola, səni öldürəcəm. Sətnə bax. Gel. Uşağımı boğub öldürürdü. Nə olub burada? Nə olacaq? Hamısı sənin üstündə oldu. Gətirib soxmusan küçədən keçən xəstə adamı evimizin içinə. Boğub öldürür deyə uşağımı. Fərid? Fərid elə şey eləməz. Necə yəni eləməz? Bax da, bax uşağımın halına. Gör eləyər yoxsa yox. Fərid mənə kömək elədi. O məni boğmaq istəmirdi. Öldürürdün uşağı. Yox. Heyif cavan uşaqsan. Dəfa səni tutturacaq. Sən qaç get buradan. Tez elə, mən onların başını qatarım. Yaxşı? Qaç. Cərid! O xəstə uşağı axtarırsansa qaçdı, getdi. Ayan. Nəsə demək istəyirsən mənə? Səni ümumiyyətlə görmək istəmirəm. Yaxşı. Sonra peşman olacaqsın. Ramal, hardasan? Sənə bir söz deyəcəm, amma sakit ol. Fərid evdən qaçıb. Sənə qurban olurum. Elə bizcə sən çatmırdın. Kamil necəsən? Yaxşı. Rəşad, indi bütün hirsimi dökəcəm sənin üstünə. Şahmar əmi, sizə yalan danışıblar. Məni gözdən salmaq istəyirlər. Amma heç nə siz bildiyiniz kimi deyil. Birincisi, Ramal'la Fərdin valideynləri yoxdur. Onlar küçə uşağıdırlar. İkincisi də qızıvı sizi alladıb. Ramal'la Ayan sevgili deyirlər. İnanmırsınız mənə? Səsə qulaq asın.
Sən hara baxırdın? Hara baxırdın da sən? Mən hardan bilim belə olacaq? Aha, ağıl məndə yoxdur, Dinə, sən niyə icazə verirsən bu orada qalsın? Bizim başımıza belə iş gəlməyib, illər deyə. Hamısı sənə görə oldu. Allah bilir indi harda düşər. Qorxudan ürəyi patlayacaq. Ramal sakitləş də. Gəlmədimə sən oturub danlayasan məni. Fikirləş gör harda ola bilər. Bilmirəm. Sür evə, bəlkə evə gedib. Fərid. Gəl gedək polisə. Olmaz. Onlar bilsələr ki, mən Fəridi itirmişəm, onu mənim əlimdən alacaqlar. Yaxşı, sakitləş. Başqa ara gedə bilər. Bilmirəm, bilmirəm. Necə yəni, siz neçə ildir bir yerdəsiz, qorxanda, tək qalanda hara qaçırdı? Mən bilirəm, hara gedib. Gəl gedək. Yaxın gəlmə. Uzatma. Sən mənim yanıma niyə gəlmədin? Qorxutdun mən. Mən ona xilas elədim. Bilirəm, Fərid, bilirəm. Məni tutacaqlar. Yox, səni niyə tutmalıdırlar? Ona getməyəcək. Ora getmirik, evimizə gedirik. Yox, istəmirəm. Yaxşı da, Fərid, gedək evimizə də, nə olar? Getməyəm mən, su istəyirəm. Ramal, sən get, su al gəl də. Yaxşı. Oturur orada. Hə? Oturun yanında. Fərid, evdə hamı sənin günahsız olduğunu bilir. Əfə ana, bilir. Hə, o da bilir ki, sənin heç bir günahın yoxdur. Mən hər şeyi bozdum. Yox, əksinə. Sən olmasaydın, bəlkə mən burada heç vaxt, heç kimi zələ bilməyəcəkdim. Ayağın Ramalı sevir. Hə. Sizə ağlıma gəlməzdi ki, onun kimi kobud, danışığını bilməyən birini zələ qoyarım. Amma bu bizim aramızda qalacaq, yaxşı? Yaxşı. Bizim sirrimiz olacaq. Yaxşı. Ramal, bilməsin. Yox, o da bilməsin, yaxşı? Öz aramızda qalacaq. Yaxşı. Söz versən? Hə. Gəl. Ayağın Ramalı. Deyirəm, bəlkə birinci gedək gəzək, sonra evə gedək. Yox, istəmirəm. Üstüm keklidir. Onda gedək sənə təzə paltar alaq, sonra gedək. Hə, gedək. Gedək, dur. Gəl. Ay, sağ ol. Yatdı deyəsən. Ayan, Sən də. sən də. Bağışla məni. Həm sənin, həm Fərdin başından bu qədər iş açdım. Amma düzəldəcəm. Buradan dönməliydik. Bizə gedirik. Niyə? Onlara hər şeyi danışacağım.
qoy bilsinlər. Həm də deməli çox istəməklə deyilmiş. Anlamayan dağılmış. Amma sən narahat olma, danışdığımız kimi pulu verəcəm. Sonra necə olacaq? Rəşada yerə gedəcəksən? Ata, sizə bir söz deməliyəm. Qalanını da iş bitəndən sonra verəcəm. Yaxşı. Ki, bu iş baş tutdu. Asını sənə mənə verdi. Əvvəl-axır bu işin üstəsi olacaq. Onda necə olacaq? Onda mən buradan uzaqda, Türkiyədə olacam. Bu Klet Palyan oğlan. Deyirəm axı sən mənə hardan tanış gəlirsən? Ayhan, kızım sen bunu mənə necə eləyə bildin? Məcbur idim, ata. Sən mən heç bir sözümə fikir vermirdin. Ancaq vəfaya qulaq asırdın. Gör kimlərin yanında məni gülünç vəziyyətə qoydu. Şahmar bəy. Kes sesini. Sənə söz verən Allah. Onun heç bir günahı yoxdur. Günahı yoxdur, amma xeyri var. 10.000 manata görə dəyirdi. Hə? Ata, mən onu sevirəm. Qələt eləyirsən. Kızım, sən nəyə ümid edirdin, hə? Ümid edirdin ki, bu küçük adamı səni sevəcək. Sen görmürsən ki, bunu ancaq pul maraqlandırır. Ha? Görmürsən, körsən. Sen yine bilirsən ki, 10.000 manatla qutaracaktı bunu. Ya, o səni şantaj edəcəkdi ki, mənə deməsin. Sonra yenə səndən pul istəyəcəkdi. Söhbətin üstü açılsa mən hər şeyi danışacağım. Ödü ki, əlavə 5.000. Sen işi bu kadar ağızsız iş görüyorsun. Sen benim kızım Aya. Bir ona bak. Bak da ona. Bir adamlar ancak pul maraqlandı. Puldan başka hiç ne. Maraqlandırmır ha. Sen ne demek? Maraqlandırır. De de. De ki mənə pul lazım. De mənə pul maraqlandırır. De də. Hə, məni ancaq pul maraqlandırır. Ay sağ ol. Eğer seni pul maraqlandırırsa, al. Bu da 10.000 manatın gəlir. Götür. Rədd ol mənim evimə. Bir də gözüm səni görməsin. Eşittin? Rədd ol. Her şeyi ben birleştim. Can bala, səni də alladıblar. Məncə sən buna qulaq asmalısan. Kes sesini. Geri dur. Yəqin sən də pulu götürüb anavın yanına gedərsən də, hə? Söndür onu. Rədd ol dedim.
olanda anam dünyasını dəyişib. Bağışla bilmirdim. Ama sen o gün dedin axı. Fərid mənim qardaşım deyil. Necəyin qardaşım deyil? Qardaşım deyil də. Hə, onda yəqin Fəridin anasının yanına gedəcəksiniz. Fərid təzə doğulmuşdu. Onu atmışlar. Mən atamla onu küçədən tapmışdım. Yəqin fərqli olduğuna görə atıblar. Bəs o yazılan məktublar? O məktubları hər dəfəsində mən yazaram. Fərid. 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 Fərid, Fərid, Fərid. Yan, Fərid, yan. Yan. Qulaq as mənə. Anam, beni atırım. Fərid. Bana cevap ver. Hə. Niye? Kerem. Olduğun için atırım. Beni niye anlattın? İstəmirdim ki, sən pis olasan. Sana yalan dedim. Onu özüme almışam. Bitti. Toy hazırlaşın. Sen ayağına layık gelsen. Ramal. Ramal, siz kardeş değilsiniz ha? Valideynleriniz de yoktu ha? Ramal, kurban olup bir yadıma sal. Sen bunu 2002 ildə sentyabrın 16'sı tapmısan ha? Yadımda deyil. Niyə soruşdunuz ki? Kurban olum yadıma sal da. Yağışlı hava, akşam vaxtı, ağ bələkdə yadıma sal ne olar ama. Yağış yağırdı. Tarix yadımda deyil. Niyə soruşursunuz Fərid mənim oğlum. Başa düşmədim, sən nə danışsan? Əgər mənim dediklərim sənin yadına düşürsə, deməli Fərid mənim oğlum. Mənim oğlumdur nədir? Sən nə danışırsan? Mən? Belə bir qəhrəmanlıq eləyib, Sən niyə atmışdın onu? Elə fəxrlə də deyir mənim oğlum. Sənin oğlundur deyə atmışsan zibilliyə. Niyə görə atmışsan? Fərqli olduğuna görə atmışsan, ha? İndi çıxmışsan qabağımıza fəxrlə deyirsən ki, mən onun anasıyam, hə? Onun anası yoxdur. Yoxdur onun anası. Sən bilirsən nə əziyyətlər çəkib o? Bu vaxta qədər haradaydı? Onun atası da mənəm, anası da mənəm, hər şey mənəm. Ramal, vallahi mən onu atmamışam. Mən atmamışam onu. Atası atıb. Atası atıb. Onun belə olduğunu bildi, qəbul eləmədi. Təkcə mən qəbul eləyirdim. Başa düşürsən, mən qəbul Ona görə 20 il sonra gəlib çıxmısan bura? Axtardım, hər yerdə axtardım. Polis, uşaq bağçası, xəstəxana, hər yerdə. Tapa bilmirdim. Onun etkisi yoxdur. Hər yerdə, vallahi hər yerdə axtardım. Onun etkisi yoxdur. Onunca... Mən onun atasıyam, mən onun atasıyam, anasıyam, hər şey mənə. Ramal. Rədd ol buradan. Rədd ol buradan, gözüm görməsin səni. Rədd ol. Rədd ol. Rədd ol. Yine düşen. Ben hemşe anamı aktamışam. Sen onu koptun. Ha Ferit, o sənin anan deyil, yalan danışır o. Peki
Anam ne? Sən hər şeyin mənəm. Mən həmişə sənin yanında olmuşam. Hər şeyin sənin mənəm. Mən istəyirəm, qurban olum sənə. Gedək evə. Gəl gedək, xahiş edirəm. Ne olur? Gedək evə. Ben seninle gitmeyeyim. Git buradan gözüm görmez seni. Git ol. Git buradan. Git ol. Ayol. Ne oldu? Ana kimeyle? Hanım benim balam. Cevap ver hanım benim balam. Aç gözünü cevap ver hanım benim balam. Ay hanım. Cevap vermene neydin onu? Neydirsiniz? Görmürsünüz o yazığı ne haldadır? O qəzaya düşüb, iflic olub, danışa bilmir. Necə yəni danışa bilmir? Danışmayacaq indi bu. Ola bilsin ne vaxtsa danışsın, ancaq indi görmürsünüz o ne vəziyyətdədir. Kazım. Hanım benim oğlu. Qurban olum Kazım. Hardadır mənim balam? Yalvarırım sənə, mənə bir işarə ver. O vaxt sən mənim balamı alıb apardın, zibilliyə attın, hə Kazım? Sən nənəm mənə bir işarə ver, bilmirəm, əlini tərpət, başını tərpət, gözünü yum Kazım, mənə bir işarə ver. Heç olmasa mənə bir dəfə ömründə yaxşılıq elə nə olar Kazım? Bax özünə. Bax özünə Kazım, bax. Görürsən. O vaxt sən mənim xəstə balamı əlimdən alıb apardın, dedin daundur, bundan bizə övlad olmaz, bundan bizə uşaq olmaz. Ölənə kimi ömrümüzün axırına kimi xəstə uşağa baxa bilmərik. Amma indi bax, özün ölənə kimi bu arabaya mühtaçsan. Sənə nifrət eləyirəm, başa düşürsən, nifrət eləyirəm sənə. Amma nifrət eləyə ömür boyu sənə qulluq elədim. Bilirsən niyə? Oğluma görə. Bir gün yaxşı olarsan, balamın yerini deyərsən deyə. 20 ildir Kazım, 20 ildir sənə görə mən balamı nə qoxlaya bilirəm, nə görə bilirəm, nə boynunu qucaqlaya bilirəm, hamısı sənə görədir, başa düşürsən? Hamısının səbəbkarı sənsən Kazım, sən! Nifrət eləyirəm sənə! Nifrət eləyirəm! Hamısı sənə görə oldu, başa düşürsən, sənə görə oldu, sənə görə! Allah'ım. Ben seni hiç vaxt atmamışam. Hiç vaxt atmamışam bala. Vallahi ben seni atmamışam. Hiç vaxt atmadım. Hiç vaxt. Hiç atmazdım da. Atan seni zorla benden aldı. Vallahi zorla aldı. 20 ildir ki seni axtarım bala. Senin yanında olmaq üçün. Boynunu qucaqlamaq üçün. Sənə sarılmaq üçün. Məni baxışda ki, sənin yanında olmadım bu iller boyunca.
Kurban olun beni bağışla. Bağışla beni balam, bağışla. Anam. Sağ ol. Ben seni hiç bakatmamışım. Seni ben atmamışım. Atmamışım. Kimdi o? Atandı. Atandı balam. Gel. Gel geç içeri gel. Geç. Ata. Ağustaki. Eləyəm. Sən mənə qəbul eləməsən də, mən səni qəbul edirəm. Mən sənə həmişə yaxşı baxacağam. Mən səni çox Necədir? Məncə bundan qabaqki daha yaxşı idi. Ayağım bir həftə deyə gəlib gedirik. Heç nəyə bəyənmirsən. Salam Məlikim xanım. Sağ olun, buyurun. Şahmar müəllim buradadır. Bəli, buradadır. Gözləyin, xəbər verin. Ehtiyac yoxdur. Müəllim, bir dəqiqə gözləyin, müəllim. Bir dəqiqə gözləyin. Müəllim. Şahmar müəllim, mən ona dedim, olmaz o mənə qulaq asmadı. Eybi yox kızım. Nə də? Nə özdən gəlmişsən hə yanıma? Yoxsa pul azlıq eləyib? Rəşad Ayanı xoşbəxt eləyə bilməyəcək. Çünki Ayan onu sevmir. Mən başa düşə bilmirəm, Siz necə qızınızı onu incidən adama verə bilərsiniz? Kəs səsi. Mənə ağıl verirsən? Rədd ol bayra. Gedirəm. Gətirdim pulu qaytarım. 10.000. Saya bilərsiniz. Düzdür, əvvəl hər şey oyun idi. Sevgi, hisslər. Ama sonra hər şey dəyişdi. Mən onu sevdim. O da məni. Artistlik eləmə. Pul götür, rədd ol buradan. Mənim sənə verəcək qızım yoxdur. Ayan kızım, sen düz değilsin. Ben sana qulaq asmamışım. Bu da benim hayatta elədiyim ən böyük səhvdir. İndi istəyirəm səhvimi düzəldim. Eşidirəm səni. De görüm, Rəşadla xoşbəxt olacaqsan.
Bu sual üçün çox gecikmisən. Altıncı. Rəşad! Ali Şahmar abi. Kızı kaçtılar. Şahmar! Şahmar kızı kaçtılar. Bir şeyle de. Kaçtılar. Şahmar kızı niye böyle elədi? Şahmar abi, bu ne demekti? Kızım, buraya gel. Bu kimdi? İndi ben sizi başı salarım. Bilmirəm bunu sizə necə deyim. Rəşadla biz bir-birimizi çox sevirik. Düzdür, o mənim həyatımı alt-üst elədi. Amma siz bilməlisiniz ki, o Ayanla sizin pulunuza görə evlənir. İndi Rəşad, rədd ol mənim evimdən. Bir də gözüm səni görməsin. Rədd ol. Neynirsən sən? Sen apara beni Ramal'ın yanına. Saxla maşını. Ayan, Ramal'ı sevir. Amma Ramal Ayanı sevmir. Hamısını pula görə edir. Ramal, pulu qaytarır. Qaytarıb? Ha. Deməli. Deyəm. Yerində olsam atmazdım, yaxşı qiyməti var. Sən neyinsən burada? Gördüm sən gəlmirsən, mən özüm gəldim. Bəs toyun? Bəs qaytardığım pullar?
İstəmədim. Bəs nə istədin? Nə fərqi var ki? Ezgin ben. Aa, sen neyine dur? Silahla. Yok. Ben size bakabilmem. Siz bilirsiniz. Siz yönetler.